İşə götürən əmək şəraitimi dəyişmək istəyir, amma mən razı deyiləm. Belə olan halda nə etməliyəm? Əmək münasibətləri sahəsində işə götürənin əsas hüquqlarından biri işçinin əmək şəraitinin şərtləri ilə bağlıdır. Əmək şəraitinin şərtləri dedikdə iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması nəzərdə tutulur. Qeyd edim ki, əmək müqaviləsi əmək məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan əmək şəraitinin şərtləri, həmçinin tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək məcəlləsi ilə müəyyən olunmuş hallar istisna olmaqla əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı istisnalara gəlincə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Amma burada vacib bir məqam var. Belə ki, işə götürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı, yəni kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə və ya əmri ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. Bu da mümkün olmadıqda isə əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsas tutularaq xitam verilə bilər. Əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, işçinin hərbi və ya alternativ xidmətə çağırılması, həmçinin qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətinə tam itirilməsi ilə əlaqədar olaraq işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verildikdə işə götürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəməlidir.